Salam dostlar. Bugün danışacağım mövzu sadəcə siyasi gündəmlə bağlı deyil. Söhbət birbaşa dünyanın və gələcəyimizin təhlükəsizliyindən gedir. Bəşəriyyət göz görə-görə yeni və təhlükəli nüvə yarışına sürüklənir. Bəs dünyada nə baş verir və bizi nə gözləyir? 10 illər ərzində dünyanı nüvə fəlakətindən qoruyan beynəlxalq nəzarət mexanizmləri getdikcə zəifləyir. Washington Post qəzetinin son analitik yazısında da qeyd olunur ki, böyük dövlətlər sanki fərqinə varmadan yeni silahlanma dövrünə daxil olurlar. ABŞ və Rusiya arasında strateji hücum silahlarının məhdudlaşdırılması nəzərdə tutan New START sazişinin qüvvədən düşməsi ilə 1972-ci ildən bəri ilk dəfə iki böyük nüvə dövləti arasında bu sahədə hərtərəfli məhdudiyyət mexanizmi qalmayıb. Üstəlik, dünyadakı nüvə silahlarının təxminən 86% məhz bu iki ölkənin arsenalındadır. Amma problem yalnız Vaşinqton və Moskva ilə məhdudlaşmır. Çin artıq 600-dən çox nüvə başlığına sahibdir və arsenalını sürətlə genişləndirir. Eyni zamanda Pekin ilə Vaşinqton arasında nüvə risklərinin azaldılması istiqamətində dialoq və imkanları hələ də məhduddur. Şimali Koreyada isə təxminən 50 nüvə başlığının olduğu bildirilir. Pxenyanla beynəlxalq ictimaiyyət arasında danışıqlar da uzun müddətdir dayanıb. Bütün bunlar regionda yeni narahatlıqlar yaradır. Şimali Koreya və Çinin artan hərbi imkanlarını nəzərə alan qonşu ölkələr öz təhlükəsizliklərini necə təmin edəcəkləri barədə ciddi düşünməyə başlayıblar. Cənubi Koreyada keçirilən rəy sorğularında əhalinin böyük hissəsi ölkənin öz nüvə silahına malik olmasını dəstəkləyir. Yaponiyada isə uzun illər tabu hesab olunan bu məsələ artıq siyasətçilər tərəfindən daha açıq şəkildə müzakirə olunur. Əsas təhlükə isə nüvə silahlarının sayının artması ilə yanaşı səhv qərar riskinin də böyüməsidir. Ekspertlər xəbərdarlıq edirlər ki, nüvə dövlətlərinin sayı artdıqca texniki nasazlıq, yanlış anlaşılma və ya səhv hesablanmış qərar böyük fəlakətə səbəb ola bilər. Xüsusilə Şərqi Asiyada dövlətlər arasındakı coğrafi məsafələrin az olması böhran zamanı qərar qəbul etmək üçün çox məhdud zaman yaradır. Bəs çıxış yolu nədədir? Bu gün nüvə silahlarının tamamilə ləğv edilməsi real görünməyə bilər, amma riskləri azaltmaq mümkündür. Hərbi təlimlər barədə əvvəlcədən məlumat mübadiləsi, daha çox şəffaflıq, etimad tədbirləri və Vaşinqtonla Pekin arasında birbaşa rabitə kanallarının açıq saxlanılması mümkün səhvlərin qarşısını almağa kömək edə bilər. Bir sözlə dostlar, dünya böyük bir gərgin və geosiyasi dövrə daxil olur. Amma tarix göstərir ki, hətta ən ağır böhranlarda belə dialoq və ünsiyyət kanallarının açıq saxlanılması qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsinin qarşısını ala bilər. Bəs siz necə düşünürsünüz? Yeni nüvə yarışının qarşısını almaq mümkündürmü? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti buraxışlarda görüşənədək.